Gəlin suala keçid edək. Sualda deyilir ki, mərkəzləri O1, O2, O3 nöqtəsində olan çevrələrin radiusları uyğun olaraq R1, R2, R3-dür. AC ilə BC bərabər imiş və radiusların bizə nisbəti verib, bir də ABC üçbucağının perimetrini verib, bizdən AB-ni tələb edir. Deməli, AC ilə BC bərabər olduğuna görə ABC üçbucağına baxanda ABC üçbucağımız bərabər yanlı üçbucaq olur. Və bərabər yanlı üçbucağın ən çox istifadə olunan qaydası bərabər yanlı üçbucağın oturacağına çəkilmiş hündürlük həm median, həm də tən bölənidir. Yəni həm oturacağı yarıya bölürdü, həm də təpə bucağını nə edirdi? Yarıya bölürdü. İndi biz bu nisbətləri gəlib çevrədilərdə nəzərə alsaq, bura 7K-dır, bura 7K-dır, bura 10K-dır, bura 10K-dır, çünki radiuslardır. Yenə də bura 7K-dır, bura 7K-dır. Baxın, fikir verin. Biz O2 ilə C-ni birləşdirsək, biz burada əslində buranı, fikir verin, 24, burada 24K bölünür. Yəni CO2 üçbucaqda olur median. Və bu üçbucaq da bərabər yanlı üçbucaq olduğuna görə oturacağa çəkmiş median tən bölən hündürlüyü nə idi? Eynidir. Yəni həm də o hündürlük olacaq. Deməli, bəs O2C nədir? Bu ortadakı çevrənin radiusudur. Yəni burada 10K-dır. Onda burada biz nə alırıq? Bir Pifagor teoremi alırıq. İndi fikir versəniz, baxın bura 24, fikir verin 24K-dır. Bura nədir? 10K-dır. Onda biz Pifagor teoremimizi yazsaq və 2-yə də bölə bilərik əslində. 5-dir, 12-dir. Pifagordan bura nə edirdi? 13 eləyirdi. 2-yə bölmüşük və 2-yə də vururuq. Bura nə edir? 26 eləyir. Deməli, bizim üçbucağın yan tərəfləri nə olur? 26K olur. İndi perimetri verib, perimetrdə bütün tərəflərin cəmi idi. Onda gəlin toplayaq. Olur 52K plus gəlin bunları toplayaq. Bu da eləyir 48K. Bu da bərabərdir olur 50-yə. Burada neçə K alırıq? 100K alırıq. 100K'mız 50 imiş. K'mız nə qədər imiş? 10'da 5 imiş. Yəni 2'də 1 imiş. İndi AB-ni istəyir. AB-miz isə fikir verin 48K'dır. 48'i də 2'də 1'ə vuranda cavabına tapacağıq. 24 tapacağıq. Belə.